Salam, mən adrenalinəm. Bədən təhlükədə olanda ilk yada düşən ampulalardan biriyəm. Saniyələrin belə önəmli olduğu hallarda ortaya çıxıram. Mən nə edirəm? Ürəyin dayananda onu yenidən döyündürürəm. Nəfəsim daralanda ağciyərlərini hava yollarını açıram. Təzyiqin qəfil düşəndə onu ayağa qaldırıram. Mən çox sürətliyəm. Saniyələr içində bütün bədənini döyüş rejiminə keçirə bilərəm. Mənimlə ehtiyatlı ol. Mən çox güclüyəm və bu güc yalnız professional həkimlərin əlində xilasa çevrilir. Məni düzgün istifadə etməsən, ürəyini çox yora bilərəm. Mən nə zaman işə düşürəm, ürəyin dayananda, onu yenidən döyündürmək və damarlarında qanı hərəkətə gətirmək üçün mən gəlirəm, nəfəsin kəsiləndə. Şiddətli allergiya, anafilaktik şok səni boğanda dərhal hava yollarını açır və düşən təzyiqini ayağa qaldırıram. Ağır astma tutmasında, digər dərmanlar gücsüz qalanda ciyərlərinə rahat nəfəs çəkməyin üçün yol açıram. Cərrahiyyə zamanı kiçik damarları daraldıb qanaxmanı kəsən mənəm. Mən hara vuruluram, ən çox əzələ daxilinə vurulmağı sevirəm, oradan daha sürətlə hərəkətə keçirəm. Lazım gələrsə dəri altına və ya xüsusi hallarda venaya da qonaq ola bilərəm. Böyüklər üçün adətən 0,3-0,5 ml, uşaqlarda isə çəkiyə görə kifayət edir. Kimlər məndən uzaq durmalı, əgər həyatın təhlükədədirsə? Heç bir qadağam yoxdur, amma normalda ağır yüksək təzyiqi, ürək xəstəliyi olanlarda çox ehtiyatlı olmalıyam. Kiçik ampula ola bilərəm, amma doğru anda vurulanda bir həyat qurtara bilərəm.